Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil âlemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahu. Ve ala alihil ma'suminel mukerreminel muntecebin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Şükürler olsun Allah'a ki Allah bugün de bize ömür verdi, yaşattı ve verdiği ömürde özünü ve dostlarını bize tanıttırdı. Şükürler olsun Allah'a ki eyiblerimizi örttü ve bizi rüsvay olmağa koymadı. Şükürler olsun Allah'a ki ruzumuzu elinde karar verdi ve bizi özünden başka hiç kime mühtaç eləmədi. Allah'ın verdiği Hazreti Zehra salamullahi aleyhanın ehtiramına ölene kadar bu nimetleri elimizden almasın. Amin. Ve bizleri verdiği bütün nimetlerin karşısında şükreleyen bendelerinden karar versin. İlahi amin. Mövzumuz Hazreti Zehra salamullahi aleyhanın adlarının mənasındadır. Hazreti Zehra salamullahi aleyhanın bir adının mənalarını sayırdıq ki o hanımın Haniye adından ibarət idi. Ki hanımın adlarından biri Haniye'dir. Haniye yani mehriban hanım. Dedi ki bu sıfətin kamil formada görünməsi üçün və həqiqətən bu adın insana uyğun olması üçün insanın müəyyən vəzifələri var. Yəni kimlərə qarşı bu mehribançılığı göstərməlidir ki, desinlər ki, bəli, bu insan mehribandır. Həqiqətən bu insan çox səmimidir, xoş üzdür, xoş əxlaqlıdır, xoş davranışlıdır. Çünki buna işarə eləmişdik, qısa yenə də işarə edirəm. Bir çox adlar var ki, görsən, özün doğruldurmur və bir çox insanlar, məsələn, lazımı yerdə mehriban olmalı yerdə mehriban ola bilmirlər. Amma mehriban olmamalı yerdə mehriban olurlar. Ona görə o özü, yəni mehribançılıq və mərhəmət Allah bir dənə meyar qoyub ki, gərək öz çərçivəsi daxilində ola və öz şərtləri daxilində ola. Olmasa əgər o ilahi meyardan çıxsa, onda təbii ki bu batil bir seçimdir və batil bir yöndür. Allah Müteal meyarı belə açıqlayır. Ruhamau beynəhum və əşiddau aləl kuffar. Möminlər möminlərə qarşı çox mərhəmətli olarlar, çox mehriban olarlar. Amma kafirlərə qarşı da çox sərt və şiddətli olarlar. Təəssüf olsun ki, bugünkü zamanda bir çox möminlər üçün bu məsələ əks olaraq təcəssüm eləyib. Möminlər heç cür bir-biri ilə yola gedə bilmir. Möminlər bir-biri ilə dil tapa bilmir. Möminlər bir-biri ilə mehriban ola bilmir. Möminlər bir-biri ilə qardaşlıq eləyə bilmir. Amma o insanlar ki, möminlər onları özlərinə düşmən tutmalıdırlar, onlarla çox gözəl yola gedirlər. Onlarla çox gözəl qardaşlıq edirlər, onlarla çox gözəl yoldaşlıq edirlər, onlarla çox gözəl anlaşırlar, amma bir-biri ilə anlaşa bilmirlər. Onda, məsələn, o müəyyən yerdə ki, lazım deyil, orada bir nəfər mehribançılıq göstərsə də deməzlər bu mehriban adamdır. Orada deyərlər bu yaltaq adamdır, bu namərd adamdır, bu şərəfsiz adamdır. Lazımsız yerdə mehribançılıq göstərməz adam. Mehribançılığı o yerdə göstərərsən ki, lazımdır. Dedik, Həzrət Zəhra salamullah aleyhanın adlarından biri Haniye'dir, yəni mehriban. Həzrət Zəhra bunu həyatı boyunca kimlərə qarşı mehriban olmalıdırsa, bunu əməli və praktiki surətdə isbat edib və bizə bir dənə örnək qoyub ki, kimlərə qarşı mehriban olmalısınız.
Bir insan əgər bu Həzrət Zəhra salamü əleyhanın göstərdiyi siniflərə qarşı mehriban olsa, buna doğrudan mehriban və yaxşı insan deyərlər. Yox, bir insan əgər bu siniflərə qarşı mehriban ola bilmirsə, siyahıda olmayan siniflərə qarşı mehriban olursa, onda buna mehribançılıq deməzlər. Dedik, onların birincisi valideynə qarşı olan mehribançılıq idi ki, Həzrət Zəhra salamü əleyha onu əməli surətdə isbat eləmişdi. İkincisi, bir xanım üçün öz həyat yoldaşına, eyni zamanda həyat yoldaşı üçün, ağı üçün də öz xanımına nisbət mehribançılıq məsələsi idi ki, onu da dedik ki, Həzrət Zəhra salamullah əleyha əməli surətdə 9 illik ailə həyatında öz həyat yoldaşına qarşı bunu ispat eləmişdi. Bu iki dənəni elə bir saymışdı. İnşallah bu birləri də tamamlayaq üçün də bu əyyamın sonuncu təvəssülüdür bu mövzunu. Allah tövfiq versə bitirək, yəni bu Həzrət Zəhra salamü əleyhanın bu adı ilə bağlı olan məsələləri. Üçüncü sinif ki, üçüncü qrup ki, insan onlara qarşı mehriban olmalıdır. Yəni bunlar Allahdan tələb olunan şərtlərdir. Allah istəyir ki, bunlarla insan mehriban ola. Birinci valideyn, ikinci həyat yoldaşı ki, bunlar Allahın mehribançılıq etməyimizi istədiyi məsələlərdir. Ona görə dedim ki, bu siniflərdən çıxmaq, Allahın əmrindən çıxmaq deməkdir. Və bunlar lazım olanlarla mehribançılıq eləyə bilməyib, lazımsızlarla mehribançılıq eləyəndə əksinə biraz da eybəcər görükür və daha pis görükür. Allah buyurur, və la tuşriku billahi şey'a və bil valideyni ihsana. Allahın meyarıdır. Allah deyir, mənə heç nəyi və heç kimi şərik qoşmayın və valideynlərinizə yaxşılıq edin. Allahın əmridir valideynlərə qarşı mehriban olun. Həzrəti Rasulullah buyurur ki, əgər Allahdan başqasına səcdə etmək caiz olsaydı, mən xanımlara əmr eləyərdim, ərlərinə səcdə etsinlər. Bu da Allah sözüdür. Çünki və ma yantiqu anil hava in huve illa vahyun yuha. Peyğəmbər özündən bir söz demir ki, Peyğəmbərin qanunları da ilahi qanundular. Həzrət Zəhra bunları ispat eləmişdi. Üçüncü, övlada qarşı olan mehribançılıqdır. Həzrət Zəhra salamü əleyha həyatında bizə bunu göstərdi ki, övlada qarşı mehriban olmalıyıq. Özü də o cür mehriban olmalıyıq ki, Allah istəyir o cür mehriban olmalığımızı. Çünki bizim indi adətən övladlara olan mehribançılığımız onlara bizim özümüzün, bilmirəm, mən belə deyirəm, çox detalına getmirəm. Ya bilərəkdən, ya bilməyərəkdən düşmənçiliyimizin nümunəsidir. Nəinki mehribançılığımızın. Niyə? Mehribançılığı o yerdə göstəririk ki, orada sərt olmalıyıq övlada qarşı. Sərtliyi o yerdə göstəririk ki, orada mehriban olmalıyıq övlada qarşı. İlahi qanunların tənzimlənməsində çox səhlənkar davranırıq övladlarla. Orada bir tələb olmalıdır, orada bir müəyyən şərtlər olmalıdır. Söhbət o fiziki gücdən, əxlaqdan, kənar tələbdən getmir. Həzrəti Rəsulullah yaranış aləminin ən mehriban insanıdır ki, Həzrət Zəhranın mehribançılığı onun bir zərrəsidir. Deyir, 7 yaşından övladlarınızı namaza durğuzun. Əgər məsələn, ilahi qanunların övladlarda aşlanmasında tələb, kobudçuluq olsaydı, Həzrət Peyğəmbər onu əmr eləməzdi. Amma biz orada nə edirik? Mehribançılıq göstərir. Yox, uşağı yuxudan durğuzmaq olmaz. Yox, uşağı məsələn, oruç tutturmaq olmaz. Uşaq günah dalıcan gedir, cibinə də pul qoyuruq ki, olduq mehriban valideyn. Yox, bu mehriban, tam əks oldu. İlahi qanunların əksi oldu. Uşaq günah eləməyə gedir, maşını da tuturuq onun üçün, taksi də tuturuq onun üçün, cibinə də pul qoyuruq. Böyle bir dənə ən maksimal, yəni öz boynumuzdan sanki ya, özümüzü anlatmaq üçün bir dənə bir şey düşünürük. Vaxtında gəl ha bala evə. Güya ki, bütün tərbiyə üsullarını icra elədim, yola saldım uşağı və dedim vaxtında gəl, mən atalıq, valideynlik borcumu yerinə yetirdim. Cibinə də pul qoyuram ki, get günah elə. Özümə ad verirəm. Mən yaxşı valideynəm. Görsən, qoymadım uşaq dostlarından dala qalsın. Hansı dostlarından? Quran deyir, qiyamətdə deyəcək ki, ey kaş ləm ətəxid filanən xəlila. Kaş filan kəslərlə dostluq eləməyədim, cəhənnəmə gedəndə. Orada sonra uşaq elə valideyni də lənət deyəcək dostlarında.
Quran ayəsidir ya. Quran ayəsidir. Deyir, ləm ətəxid filanən xəlila. Kaş bunlarla dost olmayaydı, məni cəhənnəmə gətirdilər. Valideyn övladını cəhənnəmə aparan dostları ilə yola salanda özün mehriban qələmə verir. Çünki cibinə pul da qoyur. Elə bilir ki, məsələn, valideynlik borcunu yerinə yetirdi. Məscidə gedəndə heç tələb eləmir bir dəfə ki, və yaxud heç getmir, uşağın cibinə bir dəfə də pul qoysun ki, bala, mən gedə bilmirəm, İmam Sadiq ağanın mövlududur. Gel gör nə deyirlər orada. Ged İmam Sadiqin bir dəfə də məclisində otur da, bu qədər məsələn yoldan keçənin üzr istəyirəm, itin qurtun məclisində oturdun, bir dəfə də İmam Kazımın məclisində otur. Bir dəfə də İmam Zamanın mövluduna ged. Yerlər dəyişir. Amma Həzrət Zəhra salamü aleyha bizə göstərib ki, övlada qarşı necə mehriban olmalıyıq. Övlada bu günləri bilirsiniz də problemlərdən biri valideynlərin övladlara vaxt ayıra bilməməsidir. Bugün problemlərdən biri bir evin içində ailənin oturub hərəsinin öz telefonu ilə oynamasıdır. Hərəsinin öz interneti ilə oynamasıdır. Necə ki, bəzən bir məclisdə hətta qardaşlar məsələn telefonla oynayır, heç sənə qulaq asmır. Olur da belə şeylər. Məclisdir məsələn, görürsən ki, qardaş telefonla oynayır, sənə baxmır. Cümədir məsələn, bir dənə cümə qutaranda ikinci xütbənin axırında qardaş da telefonu qoyur qırağa, da çünki namazda telefonla oynamaq olmur deyə daha məcbur qoyur. Mən almaçıqlıqla deyirəm, and ola Allaha. Birdən kimsə desəydi namazda telefonla oynaya bilərsən, and ola Allaha oynayardılar. Sadəcə də orada olmaz deyə eləmirlər. Çox qəribədir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Tez telefonu götürür, baxır. Bir xəstəlikdir, bir biabırçılıqdır. Məsələn, bu övladlara təsir edir. Niyə? Çünki valideyn övlada vaxt ayırmır. Keçən dəfə dedilər, müəyyən xəstəliklərin artma səbəblərindən biri, uşaqların düşüncə, təfəkkür tərzlərinin zəifləmələrindən biri. Yəni, araşdırıb alimlər deyirlər ki, valideynlərin onlara vaxt ayırmaması və valideynlərin uşaqları lazımlı şeylərdən çəkindirməsi, lazımsız şeylərə sövq elətdirməsi. İmam Sadiq əleyhissalam buyurur, baxın, əziz valideynlər ki, körpə övladlar var, Allah hamısını salamat eləsin, xoşbəxt eləsin, İmam Zaman ağaya layiq nökər və kənizlərdən eləsin. İmam Sadiq ağanın bir dənə hədisi var, əksər ailələrdə onun əksinə əməl olunur. İmam Sadiq əleyhissalam buyurur, mən təəccüb eləyirəm körpələri ağlayarkən onların istədiklərini körpənin əlinə verib ağlamağını kəsən valideynlərə. Dedilər ki, niyə təəccüb edirsən? Deyir, uşağın ağlamağı ilə xəstəlikləri, gələcək həyatındakı sağlam həyatı təmin olunur. O xəstəliklər ki, uşaq ağlamasa mübtəla olar, ən balacası dəlilikdir. İmam deyir, amma valideynlər neyinir? Uşaq ağlayan kimi tez onun istədiyini ona verirlər, səsini kəsirlər. İmam deyir, verməyin, qoy ağlasın, uşaq sağlamlaşsın. İndi məsələn, valideynlər tözə bir şey tapıblar. Elə telefonlar, oyunlar, iqralar, elə əşi, qulağımız dinc olur. Uşaq ev dağıdar da. Uşaq nə üçündür? Uşaq evi dağıdmaq üçündür da. Uşaq şuluq eləmək üçündür da. Hətta bilirsiniz də, psixologlar deyirlər ki, birdən uşaqların uşaqlığına dəyməyin, sonra böyüyəndə o uşaqlıqda eləməli olduğu uşaqlığı elə yerdə eləyər ki, özü də utanar, sən də utanarsan. Vaxtında qoy uşaqlığını eləsin uşaq. Lazım olan məqamda uşağın üstünə qışqırırıq, lazım olmayan məqamda qışqırmırıq. Harada ki, uşağın qabağında dayanmalıyıq, dayanmırıq. Harada ki, dayanmamalıyıq, 2 yaşı var, 3 yaşı var, 5 yaşı var, uşaqla mübarizə aparırıq. Bu tərbiyə üsulu deyil ki. Həzrət Zəhra salamü aleyha övladlarına qarşı mehriban idi. Birinci deyir, budur. Hədislər deyir, imamlar Həzrət Zəhranın balalarının hamısı danışır. Deyir, nənəmiz balalarına vaxt ayırırdı. Vaxt ayırırdı. Onun əlinə oyun vermirdi ki, get məndən uzaq ol ki. Məsələn, nümunələri var, sayır, imam sayır ki, Həzrət Zəhra balalarına necə vaxt ayırardı? Deyir, məsələn, onların arasında müəyyən yarışlar keçirdərdi. Uşağın arasında da məsələn, say yarışı, nə bilim, qaçış yarışı, məsələn, filan işi kim tez görər yarışı, xət yarışı yazdı. Valideyn bunlarla maraqlansa, uşağın da valideynə bir isnişmə məsələsi var da. Baxın, bugün olduğumuz bu məkanlar ki var, dünyanın bu coğrafiyaları ki var, görürsünüz, necə ailə dəyərləri itib, əziz köynədən yaşayanlar. Siz Kibrisdə də
Qohumluq heç, qohumluq uzaqdır da, elə deyil, qardaş. Ailənin də dəyərləri. Məsələn, indi məsələn gələsən sən deyəsən bunlara əmoğlu gələ, bu nə danışır? Əmoğlunun təəssübünü çəkmək nədir? Deyəsən məsələn xaloğlu gələ, bu nə? Bu hardan? Bu adam balasının qayğısına qalmır. Bu əmim oğlunun qonşusu. Biz ona da hörmət edirik. Dəli deyərlər də adama. Halbuki o sözü deyənlər dəlidirlər. Deyir, Həzrət Zəhra övladlarına vaxt ayırırdı. Onlarla oynayırdı, onlarla danışırdı, onlarla yarış keçirdirdi. Bir cür olsun ki, uşaq görsün ki, valideyn mənə dəyər verir. Həzrət Peyğəmbərin hədisidir ya bu. Yəni, təbii ki, Həzrət Zəhra da tərbiyəni bundan alıb da. Həzrət Peyğəmbər deyir ki, bir az yaşlıya verə biləcəyiniz ən böyük dəyər budur. Ona salam verin, bir kefin soruşun. Peyğəmbər əmr eləyir. Niyə? Deyirsən, ona şəxsiyyət qail olanda o tez böyüyür. Əqli, şüuri və düşüncəsi, təfəkkürü tez inkişaf edir və özünə bir şəxsiyyət qail olur və cəmiyyətdə normal yer tutur. Yoxsa elə ağzını, sən ağzını bağla. O tərbiyə üsulu deyil, o pozucu yolu. O onu pis tərəfə aparacaq. Həzrət Zəhra Peyğəmbərdən bunu öyrənib də, uşaqlara vaxt ayırır, onlara şəxsiyyət qaildir, onlara dəyər verir. Özdə necə dəyər? İlahi dəyərlərin çərçivəsində dəyər. Məsələn, baxın, Qurandır da bunlar. Və yut'imunə ta'amə alə hubbihi miskinən və yetimən və əsira. Quran bizə deyir ki, İmam Həsənlə İmam Hüseyin əleyhissalam xəstələndilər. Həzrəti Zəhra salamlı aleyha nədir? 3 gün nəzir elədi. Bunu İmam Həsənlə İmam Hüseyin görür də. Ki, biz xəstələnmişik. Anamız biz sağalmaq üçün o təbii vasitələrdən istifadə öz yerində. O bizim mürəbbəli çay da verir, dərman da verir, tərlədir. Analar necə uşağın, məsələn, bir soyuqlayanda, xəstələnəndə qayğısına qalarlar. O fiziki durumların hamısını eləyir Həzrət Zəhra. İmam Həsən də görür bunu, İmam Hüseyin də nə olsun uşaqlılar. Elə hər şey uşaqlıqdan başlayır da, elə deyil. Bir dənə də əlavə bir şey görürlər. Görürlər ki, biz xəstələndik. O dərmanları verdi məlum. Ayağımızı isti suya qoydu məlum. Başımızı tumarladı məlum. İsti yemək verdi bizə məlum. Amma bir də nəzr elədi ki, Allah sən şəfa ver. Çox şey var da. Bunun içində eyni zamanda Həzrət Zəhra İmam Həsənlə İmam Hüseynə təvhid dərsi deyir. Deyir ki, bax, bu təbii vasitələr öz yerində. Amma şəfanı verən Allahdır ya. Gərək ondan da istəyir. Həzrət İbrahimin dilindən olan ayə necədir? فَإِذَا مَرِزْتُ فَهُوَ يَشْفِينَ Xəstələnənlədir, şəfanı verən odur da. Bunlar vasitədirlər. Həzrət Zəhra eyni zamanda təvhid dərsi deyir. Deyir, babalar, dərmanınızı içdiniz, hə? Amma gərək şəfanı Allah verə ya. Bunun üçün də mən Allaha nəzir eləyirəm. Sizə şəfa versin, 3 gün nəzir orucu tutacağım. Ki, ayə nazil olun onun barəsində. Həzrət Peyğəmbər durur, Həzrət Əlinin, Həzrət Zəhranın evinə gəlir ki, siz bu nə əməl idi eləmişsiniz ki, Cəbrail gəlib sizdən danışır, göyün qatında mələklər sizdən danışır, Allah siz üçün vəhiy göndərir. Bax, övladlara olan münasibətə bax, övladlara olan münasibətə bax və mən xahiş edirəm, məni eşidən valideynlərdən, yəni xüsusilə bu canlı olmasa da canlıdan sonra olan əzizlərdən, problemlərdən biri budur. Bəzən valideynlərin övlad tərbiyəsində ziddiyyət olur. Yəni, ilahi tərbiyəni ana istəyir, ata istəmir. Bəzən ata istəyir, ana istəmir. Məsələn, niyə? Əzizləyirlər, amma Allah böyüklərə rəhmət eləsin. Doğrudan köhnə böyüklərimiz ki var idi, Allah rəhmət eləsin. Köhnə böyük deyəndə, yəni qədimləri deyirəm, böyüklər köhnəlmir. Keçənlərə Allah rəhmət eləsin, qalanlara ömür versin. Həqiqətən onların sözləri, bir üstü zaten çox atalar sözü, hədislərdən bizə gəlib. Amma bir zaman olub ki, qaləs sadiq, qaləl baqir deyə bilməyiblər. Deyirlər ki, atalar belə deyirdi. Deyir, övladım əzizdir, tərbiyəsi ondan da əzizdir. Valideynlər bu şuarı əllərində meyar tutmalıdırlar. Bəli, övladım əzizdir, amma tərbiyəsi ondan da əzizdir. Və valideynlər hər iki tərəf orta məxrəcə gələrək övlada bir tərbiyə verməlidirlər. Valideynin biri tərbiyə verəndə, o biri, ikinci valideyn onun tərbiyə üsuluna qarışmamalıdır. Birdən etirazı olsa da bilirsiniz də, elə valideynin özünün tərbiyəvi üsullarından biri budur ki, övladın yanında o valideynin üzünə qayıtmaya. Xanım öz ərinin, ya ər öz xanımının. Birdən fərz eləyək ki, səhv dedi valideyn bir sözü. İkinci valideynin ixtiyarı yoxdur, övladın yanında deyək ki, hər şey, sən də elə ağzıma gələni danışırsan, düz demişsən. Onu xəlvətdə deyə bilər öz həyat yoldaşına ki, yox, bu düz üsul deyil tərbiyədə. Övladların tərbiyəsində nənələrin, babaların qarışmağı bəzən problemlər törədir. Ümumiyyətlə,
Kənar müdaxilələr bir üstə əksər hallarda problemlər törədir. Hətta bugünkü kənar müdaxilələrin əksər səbəbi bütün dünya səviyyəsində deyə bilərik, boşanmaların artmasının səbəbi olub. Kənar müdaxilələr olmamalıdır. Bir yönümdə Həzrət Zəhra həm bunlara vaxt ayırır, həm bunlarla oynayır, həm bunları müalicə edir, həm də Allahı tanıtdırır, bunlara nəzir edir ki, bax belə. Deyir, gəlirdi, çatırdı Qədir gecələri. Mübarək Ramazan ayı bunlara oruc vacib deyil ki, 3 yaşında uşaq oruç tutmaz ki. 3 yaşında uşaq, 5 yaşında uşaq, 4 yaşında uşaq oruç tutmaz ki. Xanım Zəhra salamü aleyha mütləq bu izdir ya, bunlar tarixdəki bugün 1400 il keçib biz bunu danışırıq. Deyir Qədir gecəsi, bugünkü Qədir gecəsi olacaq gecə, günorta mütləq İmam Həsəni, İmam Hüseyni yatırdardı. Deyirdilər ki, məsələn də, ana heç o biri günlərdə yatmağımıza bu qədər təşəbbüs göstərmirsən də, bu qədər məsələn israr eləmirsən. Niyə? Deyirdi, bu gecə bir gecədir ki, bu gecəni yatmaq olmaz. Öz dillərində də onları başa salırdı. Baxın, eyni zamanda ki, lazımi, zahiri tərbiyələri verir, o ilahi mərifəti də aşlayır. Yəni, çox qəribədir. Bugün valideynlər övlad gedib hansısa bir yığıncaqda, hansısa bir kampaniyada, hansısa bir ad günündə səhərəcən qala bilər. Amma Qədir gecəsinə gələndə məsələn valideyn ata deyir ki, hadi uşağı da aparım da ana dağıdır aləmi. Ay yox, sən də özün gedirsən get də uşaq orada səhərəcən. Nə oldu? Dünənləri bu fəsadın, günahın, haramın, şeytanın məclisində olanda fəxr eləyirdin. İndi Həzrət Əlinin məclisinə gedəndə narahat olursan. Niyə? Ay ana, ay ata, niyə qurban olum sənə? Niyə? Uşağı biz pozursan axı onda. Həzrət Zəhra göstərirdi praktiki surətdə. Qədir gecəsidir, deyirəm. Deməli, gecə ayıq qala bilmək üçün, gecə oyaq qalmaq üçün mütləq günortadan dincəlmək lazımdır. Övladına qarşı olan münasibəti. Ona görə bu adın praktiki olaraq Həzrət Zəhra salamü aleyha övlada mehribançılıqlarını sübut edir. Göstərir və bizə də göstərir ki, bax, bu cür oluna. Ondan sonra deyir Həzrət Zəhra salamü aleyhanın bu adını təsdiqləyən məsələlərdən biri 4-cü mehribançılığının bariz nümunələrindən biri Həzrət Zəhranın qonşulara olan mehribançılığı idi. Çünki bir üstə qonşuların hüququ bir fərqlidir də. Necə ki, valideynin, möminlərin, ailənin, övladın, müxtəlif hamısının ayrı-ayrılıqda haqları var insanın boynunda. Allahdan özü bu yüzden bütün Allah'ın da, Peyğəmbərin də, imamın da ayrı-ayrılıqda hamısının hüquqları var da. Qonşunun da xüsusi bir hüquqları var da. Həzrəti Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Həzrəti Cəbrail mənə hər dəfə vəhiy gətirəndə ayə gətirirdi mənə. Amma hər dəfə gələndə qonşuları mənə o qədər tapşırdı ki, mən elə bildim qonşular bizdən irs aparacaq. Yəni bu qədər qonşu tapşırarlar da. Deməli elə övladlarımız kimi onlar da bizim varisimiz olacaqlar. O qədər mühüm məsələ idi. Həzrət Zəhra bunu əməlində göstərir. Qonşulara qarşı çox mehribandır. Bütün qonşuluq hüququna çatan qonşuların hamısı ilə maraqlanır. Kimin nə çətinliyi var, həll edir. Əlindən gələn köməklikləri göstərir və hamısının, belə bugün bizim dilimizdə deyək də, o xeyrində, şərində iştirak edir. Hamısının. O çərçivədə ki, Allah icazə verir, hamısında Həzrət Zəhra var. Qonşularla münasibət, hətta o məşhur hədis, hətta Allah ömür versin, o rozələrdə də deyərlərə acı idi ya, ki, İmam Həsən ağa dedi ki, ana, özümüzü dua eləmədin ki, o xanımın bəziləri deyirlər, axır ömründəydi də, ki, 1.50 artıq qurut tuturdu. Allah xanımın qatillərinə lənət eləsin. Dedi, əccar sümməddar. Oğlum, İmam Həsənə deyir, oğlum, birinci qonşular, sonra ev. Qonşunu dua edir, amma evi dua eləmir. Əslində eləyir, ha? Əslində eləyir. Çünki bir üstə elə İslamın üsulu budur. İmam Kazım əleyhissalam buyurur ki, kim dua eləyərkən özünü unudub mömin qardaşın dua eləsə, Allah 100.000 artığını ona verər. Bax, qonşuma hər nə istəmirsənsə, möminə hər nə istəmirsənsə, İmam Kazım ağa nəticədir. İbarəti bu cürdür. Əlfə mi'ə, 100.000 bərabərin sənə verər. Xanım Zəhra bunu göstərir. Deyir, qonşular gəlirdilər, növbəyə dayanırdılar sual vermək üçün. Heç yorulmurdu. Heç usanmırdı, bezmirdi. Hətta deyir, bir dəfə bir xanım gəldi, qonşu qızlardan biri gəldi xanımın yanına. Dedi ki, xanım bir dənə sualım var. Verdi, xanım cavabını verdi. Dedi, olar ikinci sualı soruşun, buyur. Bu minvalla deyir, 10 dənə sual verdi. Bir həddə çatmışdı ki, deyir,
hiss elətdirdi ki, yəni utanır da. Dedi, xanım, lab yordum. Xanım dedi, narahat olma, əksinə, mən sənə təşəkkür edirəm. Dedi, xanım, sən mənə niyə təşəkkür edirsən? Dedi, sən bilirsən, bu verdiyim cavabların qabağında Allah mənə nələr verir? Dayanmadan mənə sual verirsən ki, mənim savablarım artır da. Yəni, qonşulara qarşı bu qədər mehriban edir. Hətta tək xanımlara qarşı yox, xanımların vasitəsilə o xanımların övlad və ailələrinə qarşı belə tərbiyə üsulunu yönləndirirdi xanım. Məsələn, möminlərin sualları olanda da birbaşa gəlib Həzrəti Zəhra salamü əleyhanın huzuruna şərifiyyə olmurdular. Xanımların göndərirdilər, qızların göndərirdilər, bacıların göndərirdilər, xanımlar gəlirdilər Həzrəti Zəhradan soruşurdular. Ki, məsələn, belə bir məsələ var. Deyir, bir gün möminlərin biri Həzrəti Zəhra salamü əleyhanın huzuruna gəldi, möminələrdən biri. Dedi ki, yoldaşımın sual var, məni göndərin. Dedi ki, buyur. Nədir sual? Dedi ki, yoldaşım deyir ki, xanım desin görək ki, ya biz ki bunları sevirik, yəni əhl-i beyti. Cənnət əhli ya cəhənnəm? Xanım dedi ki, əgər dediklərimizə əməl ilə söz, cənnət əhli söz. Dediklərimizə əməl eləmə söz, cəhənnəm. Qayıtdı, gəldi, dedi ki, yoldaşına o xanım ki, xanım belə cavab verdi. Dedi ki, vallahi biraz ağır cavab oldu. Elə onu mən də bilirdim. Elə bunların dediklərini əməl eləsək cənnətə getdik, eləməsəydi cəhənnəmə. Yox, mənim məqsədim dedi budur. Xanımın qaytarı tezdən xanım yanına. Yəni, məlumdur da, bizim hamımızın ürəyindən keçən budur da, bu sevginin müqabilində hansı güzəşt var? Onu deyilən bizə. Məlumdur da, əmr-ü nəhiylər yerinə yetirilsə, nicat var. Məsələn, elə mən pisəm, narahatam, günahlar eləyirəm ki, soruşuram da bunu. Gəldi, dedi ki, xanım, yoldaşım bu cavaba qane olmadı. Deyir ki, o güzəşt nədir, onu deyilən bizə. Xanım buyurdu ki, güzəşt budur, umumi, sonra istisnalarım vurdu. Şərtlərim dedi. Dedi, güzəşt budur. Şiatuna kulluhum min əhlil cənnə. Bizim şiələrimizin hamısı cənnət əhlidir. Amma təmizlənəndən sonra. Amma təmizlənəndən sonra. Dedi, necə xanım, necə təmizlənəndən sonra? Dedi, 4 dənə mərhələdə bizim şiələrimiz təmizlənəndən sonra cənnətə keçəcəklər. Əgər günahkardılarsa, günahkarlardan gedir söylə. Dedi, o qonşu xanım ki, xanım hansı mərhələlərdə olar? Xanım 4 dənə mərhələ saydı. Dedi, birinci bil bəlaya. Bəlalarla təmizlənəcək şiələrimiz. Onlara bəla gələcək. Problemlər töküləcək başlarından. Buna görə ki, o tərəfə qalmasın. Allah bəlalarla bunları təmizləyəcək. İkinci, çətinliklərlə, sıxıntılarla, maddi çətinliklər, mənəvi çətinliklər, söhbətlər, problemlər, həyatın çətinlikləri nədir? Ağlıma gələn hər nə varsa. Bundan sonra haçan qarşılaşdın onu ilə, deyək ki, şükür Allaha. Tək ki, bunu ilə təmizlənim. O Həzrət Peyğəmbərin hədisi var, deyir, xəstə bilsə ki, xəstə yatağında yatarkən çəkdiyi ahlara görə nə qədər günahı bağışlanır, bir duası olar. Allah, mənə şəfa vermə. Hükmü təmizlənirəm də, Peyğəmbərin hədisidir. İndi haçan bir çətinliklə üzləşdin, yadıma sal ki, Həzrət Zəhra demişdim, mənim kəffarəmdir, kəşəli ondan. Dua elə ki, ondan olsun. Dua elə ki, ikinci buyurdu çətinliklərini. Üçüncü xanım buyurdu, bizim şiələrimiz təmizlənəcəklər ərəsat-ı qiyamətdə, ərəsat-ı məhşərdə. O məhşərin çətinlikləri ilə. Onların detallarını çox saymıram. Çünki dil üstə çətin. Həzrət Peyğəmbər buyurur ki, 50 dənə dayanacağı var. Keçən dəfə hədis oxumuşduq. 50 dənə dayanacağı var. Hərəsində 1000 il dayanacaqsınız. Qiyamətin dayanacaqları var. 50 dənə dayanacaq. Hərəsində də 1000 il dayanacaqsınız. Və orada hansı çətinliklər var? Yevmun la zillə illa zilləllah. Deyir, elə bir isti olacaq ki, başın içində beyinlər qaynayacaq. Allah kölgəsindən başqa, Allahın o rəhmət kölgəsindən başqa kölgə olmayacaq. Xanım deyir, bir qrupu da orada təmizlənəcək. Deyir da birdən o qədər günah olsa birinin ki da bu 3 mərhələ bunu, dünyanın bəlaları, çətinlikləri, məhşərin sıxıntıları da bunu təmizləməsə, deyir, yenə də xanım bir dənə orada zərif qeyd vurur. Deyir, cəhənnəmin ilkin zəif mərhələsində. Demir o cəhənnəmin şiddətli əzabında. Deyir, cəhənnəmin o yüngül yerində, 4-cü də budur, təmizlənəcəklər, amma mütləq budur. Bir zamandan sonra cənnətə keçəcəklər, mütləq formada. Allah'ın verik xanımın hörmətinə bizi elə buradan təmizlənib gedənlərdən qərar versin. Ki, baxın, qonşulara qarşı xanım bir nəfər neçə dənə sual verir, bir nəfər gündə neçə dəfə gəlir, fərq eləmir. Xanım öz mehribançılığını yerə qoymur. 5-ci ki, elə tamamlayaq bu mövzunu, bu adın mənalarını, xanımın şiyələrinə, xüsusilə günahkar şiyələrə qarşı olduğu mehribançılığıdır. O, günahsızlara qarşı məlum da. Günahsızlara qarşı məlum. Baxın, xanımın tarixdə görmüsünüz, eşitmişsiniz, oxumusunuz. Məsələn, bəzi yerlər var, deyir, xanım Səlmanı çağırtdırdı.
Səlmanı çağırtdırdı, dedi ki, Rəsulullahdan sonra bizə baş çəkmirsən. Bu dəhşətli bir şeydir ya. Yəni Səlman, sən hardaydın ki, Peyğəmbər qızı səni çağırıb, səninlə danışmaqla rahatçılıq tapır. Və sənin gəlməyi o istəyir. Bilalı çağırtdırır. Tarixdə var da bunlar, hə? Dedi ki, atamdan sonra da bizə baş çəkmirsən, Bilal. Bunlar məlum. İndi bir də var günahkarlara qarşı. Xanımın günahkarlara qarşı olan mehribançılığı heç vaxt unutmadı. Bu barədə bir üstə çoxlu hədislərimiz var. Elə biri də xanımın şəhadət günləridir, budur. Deyir, Əsma nəql edir bu hadisəni. Deyir, xanımın o son nəfəsləri idi. Gördüm ki, xanım nəsə dua edir. O ağıllı adamlar bu anlardan xüsusi elə bir dərs almağa çalışıblar da ki, görün bu son nəfəsdə hansı duan eləyir Həzrəti Zəhra. Deyir, gəldim, yaxınlaşdım, gördüm. Deyir, ya hayyu, ya qayyum. Ay, hayy və qayyum olan Allah. İğfir li'usati ümməti əbi. Atamın ümmətindəki günahkarları bağışla. Deyir, təəccüblü gəldi mənə ki, yəni bu son anda məsələn, adətən bizim baxışımız başqa cürdə, biz özümüz üçün adətən dua edərik, nicat arzulayarıq. Deyir, gördüm Həzrət Zəhra ümmətin günahkarların, qeyd edirli, o saati ümməti əbi, atamın ümmətinin günahkarları üçün. Niyə? Yenə də qaydaq, bu tərbiyəni hardan almışdı Həzrət Zəhra? Peyğəmbərdən. Bir gün bunu Həzrət Zəhra öz qulağı ilə Həzrət Peyğəmbərin ağzından eşitmişdi. Yəni çox da keçməmişdi. Allah Həzrət Zəhranın qatillərinə lənət eləsin. Yəni sayılı günlər keçmişdi də, düzdür Peyğəmbərin vəfatından Həzrət Zəhraya da. Həzrət Zəhra deyir ki, o ki atam can üstə idi, artıq Əzrail gəlmişdi. Gördüm, atam Əzraillə danışır, yəni Həzrət Rəsulullah. Atam Əzraillə danışır. Deyir ki, ümmətimin günahkarları necə olacaq? Mən gedirəm. O andakı can verir, həyatın ən ağır anıdır. Həzrət Rəsulullah bizi düşünürdü. Eyni ilə həmən şey Həzrət Zəhra. Baxın, mehribançılığın hətta günahkarlara qarşı belə göstərir və bildirir. Ona görə xanımın o adı ki var, Haniyə adı, həyatda əməli surətdə təhəqqüq tapıb, formalaşıb və bizə bir nümunə olub ki, biz də elə insanlara qarşı bu nisbətlə davranaq. İndi onlar da biri bizə qarşı səhv eləyər, onlar da biri bir günah eləyər, onlar da biri səhv eləyər, düşmən olmayaq da. Allahın verək öz Allahlığına xatir, bizi Həzrət Zəhraya xatir əfv eləsin, aqibətimizi xətmi bir xeyr eləsin. Həzrət Zəhra salamun aleyhanın dünya və axirət ziyarət və şəfaətin bizə nəsib eləsin. Və salamu aleykum və rəhmətullahi və bərəkatuhu.